Ölüme hazırlıq olmalıdır. Biz ölüme hazır olmalıyıq. Necə hazır olmalıyıq? Əli əleyhissalamdan soruşdular ki, ölüm üçün hazırlıq nə deməkdir? Ölüm üçün hazırlıq, ölümə hazır olmaq nə deməkdir? Əli əleyhissalam buyurdu, qalə ədəul fəraiz, vacibləri yerinə yetirin. O ki, Allah-u Teala vacibat edib sənə, deyib ki, namaz qıl, oruç tut ki, oruç tutursuz, Allah qəbul eləsin, ibadət edirsiniz, Allah qəbul eləsin və digər vacibatlar ki var, Allah hamısını buyurub ki, yerinə yetirin, bunları yerinə yetirin. Böyle ölümə hazırlıqdır. Ədəul fəraiz, vacibləri yerinə yetirin. Sonra və istinabul məharim, onlar ki, Allah-u Teala haram edib, o haramlardan da çəkinin. Ruha zərbə deyilsin. Haram ruha zərbədir. Haram ruha zərbədir. İnsan o qədər haram işlər görür, günahlar edir, görsən ki, ruhiyyəsi öldü. İbadət həvəsi qalmadı. Sən gəl ibadət edə eləyərəm də. Məyər ruhu xəstədir, ruhunu yaralayıb. 40 ildən sonra eləyərəm, 40 yaşında başlayarım. Qəlb başlayır yavaş-yavaş ölməyə, ibadətə həvəs qalmır. Deyirlər ki, qəlbin ölmə nişanəsindən biri də budur ki, insanın ibadətdən acığı gələr, itaətdən acığı gələr, günahdan xoşu gələr, günahı sevə-sevə danışar, günah eləyəndə həvəslənər, həvəslə də gəlb günahını danışar. Qəlbin ölməsinin nişanəsinin biri də budur. Və istinabul məharim, onlar ki, Allah haram buyurub haramlardan çəkin. Bu ölümə hazırlıqdır. Vəl iştimalu ələl məkarim, gözəl xasiyyətlərə sahib olmaq. Əgər bunlara eləsən, ölümdən qorxur.